Salam. Həmişə cəmdə olan isimlər haqqında ən tez-tez rast gəldiyimiz və çaşıla bilən suallar. Birinci, thanks remains rights, manners əxlaq davranış mənasında və provisions ərzaq ehtiyatı mənasında. Bunlar həmişə cəmdə olur, pluraldılar və buna uyğun olaraq xəbərləri də cəmdə götürülür. Lakin kollektiv isimlər audience, staff, crew kontekstdən asılı olaraq həm tək ola bilər, həm də cəm ola bilər. The staff is də desək düzdür, the staff are da desək ifadə düzgündür. Less than yoxsa whoever than ifadəsi zaman və sayıla bilməyən isimlər. Less than 6 hours bu ifadə doğrudur. Çünki less-dən sonra 6 hours cəm olsa belə time'ı göstərdiyinə görə bu zaman less-dən ifadəsindən istifadə edirik. Baxmayaraq ki, hours sayılır. Ölçü, məsafə, pul, zaman vahidi kimi kəmiyyətlər olduqda onları mütləq şəkildə less than ifadəsi ilə müqayisəsini veririk. Lakin sayıla bilən isimləri göstərdikdə isə favor ifadəsindən istifadə edilir, less-dən deyil. Gəlin baxaq. Favor than 20 boys. Göründüyü kimi favor than özündən sonra 20 boys sayılan isim olduğuna görə bu zaman favor than ifadəsindən istifadə etdik. Diqqətinizə görə sağ olun.